Çiviz çok halatımız var. Değil, Allah çok çok xeyir versin. Sizin için olsun Səfər. Özün geç. İlçetin güllerinizi bir verin. Sonra bakalım üzerine gerek. İnşallah xeyirli, uğurlu olsun. İnşallah düşərli olsun. Təbrik edirəm Elana. Sağ olun, çox sağ olun. Maşallah. Sağ olun. Çok sağ olun. Sonra vermene. Allah çok sağ olun. Maşallah ne kadar güzel. Böyle sevgiler. Hayırlı uğurlu olsun. Sağ olun. Çok sağ olun. Hoş geldiniz. Deməli, hamımız keçin. Bu ofisin açılışı münasibəti ilə mən Gülnar xanımı təbrik edirəm. Arzu edirəm ki, bu ofis ona uğur gətirsin. Bu ofisdə onun neçə direktorları yetişsin. Necə ki, mən burada indi fəxr edirəm ki, mənim yanımda Sona xanım var, mənim komandamın təsdiqlənmiş direktorudur. Elə də sən fəxr eləyəsən ki, sənin yanında nə qədər yetişmiş direktorların var. Direktor nə deməkdir? Direktor böyük bir kütləni ardınca aparan deməkdir. Sən artıq böyük bir kütləni ardınca aparsan, sən komandanda direktorlar yetişib, maşallah olsun. İnşallah bu ofisdən daha çoxları yetişər. Və deyirsiniz ki, xanımlar, ətrafım yoxdur, mən kimi çağırım fabrikə. Düzdür, elə deyirsiniz də, elələri var yanımızda. Baxın, mən Gülnar xanımı necə çağırmışam, bilirsiniz fabrikə. Qızımın evinə getmişdim. Qızımın evində masaj eləməyə uşağı xanım gəlmişdi. Qudama deyirəm ki, mən bu xanımı istəyirəm fabrikə dəvət edəyəm. Deyir, işin olmasın, o işləyən deyil. Onun işi var. Dedim, sənin nə işi var? Mən istəyirəm, ürəyim istəyir onu dəvət eləməkdə. Həmin xanım da Nəcbə xanımın anasıdır. Dedim ki, səni dəvət edirəm fabrik şirkətinə. Dedim, mən bacarmaram, amma istəyirsən yazdım da, qeydiyyat elədim. Evə gedən kimi gəlinin qeydiyyat elədi. Gəlini Gülnar xanımı gətirdi. Gülnar xanım geldim dedi ama burada Sema getirdi Gülnar Hanım'la. Gülnar Hanım'la böylece böyle bir komanda yetişti. Böyük bir komanda yetişti ve biz artık Kürdaxanda ofis açmışıq. Yani etrafım yoktur demeyin. Her şəraitdən, hər istifadə eləmək lazımdır. Hər fürsətdən istifadə eləmək lazımdır. O qədər bizim tanışlarımız var, sinif yoldaşlarımız, institut yoldaşlarımız, ne bileyim avtobusda bir yerdə getdiyimiz. Düzdür? Toyda bir yanında oturduğumuz. Allah uzaq eləsin, mən qaynanamın yas yerində nə qədər onun qeydiyyatda geçmişdim. Allah rəhmət eləsin. Yəni ki, heç də demək ki, yoxdur. İmkandan istifadə eləmək lazımdır. Elədiyimiz imkandan istifadə elədicə, həmin imkanı da boş bırakmaq lazım deyil. Yapışmaq lazımdır ona. Gülnar xanım, salam nətərsən? Zəng edirəm Gülnar xanıma. Video zəng edirəm. Ondan mən yapışmasaydım, o indi buradaydı. O burada değildi. Semadan yapışmadım, Sema'dan değildi. Ama ondan yapıştım. Ona göre kızlar, burada olan her birimiz fürsətlərdən istifadə edin. Fabrikdə olan imkanlar heç bir şirkətdə yoxdur. Fabrik şirkətində olan imkanlar heç bir şirkətdə yoxdur. Baxın, uşaq bunu deyirsiniz, düzdür? Analıq bonusu fabrikdə var. Mənim qızım 2 uşağıma analıq bonusu alır. Maşallah gününüz olsun. Ailə kontraktı. Mən özümü niyə nümunə gətirirəm? Çünki qarşınızda məni tanıyırsınız. Ona görə özümü nümunə gətirirəm ki, mən oğlumdan ailə kontraktındayım. Bütün dünyanı gəzmişəm. Fabrik hesabına, dəyərli səyahətləri. Buna hansı imkanla yaranmışam? Şirkətin mənə verdiyi imkandır. Ailə kontraktı elədim. Oğlum da pulsuz, mən də pulsuz getdim Bali adalarına səyahətə. İndi Türkiyəni qazanmışam. Keçən dəfə Türkiyəni qazanmışdım. İtaliya. Mən onu aparmaq üçün heç olmasa bir 10 milyon manat pul xərcləməliydim ki, Bali adalarına aparım, düzdür? Harada da 10 milyon manat götürüb ona verəsin. Adamın pulu olanda fikirləşirsən ki, bir də torpaq alardım, bir də ev alardım. Bunu eləyərdim, onu eləyərdim.
gəzmək adamın yadından çıxır da. Ona görə bu imkanları şirkət bizə verib, ondan istifadə eləmək lazımdır. Fabrikdə olan imkanlar heç bir şirkətdə yoxdur. Hər 21 gündən bir, ildə 18 dəfə ben maaş alıram. Günlər xanım, 21 gündən bir maaş alıram. Düzdür, amma ofisi olan adam, ondan əlavə, 21 gündən əlavə, ayda bir dəfə də ofisinin maaşını alır. Amma kim arenda işlədirsə, aldığını verir arendaya. Amma kimin özünündürsə, aldığı vergisini, pensiyonunu ödəyəndən sonra özünə qalır. Yəni şirkətdə biz işləyiriksə, 18 dəfə 21 gündən bir maaş alırıq, ofis olanlar da 12 dəfə də əlavə, ildə 30 dəfə maaş alırıq da. Yəni hansı şirkətdə bu var? Heç bir şirkətdə yoxdur. Sadəcə bu fürsətlərdən istifadə etməyə lazımdır. Yəni mən elə fərəhlə bura gəlmişəm, çox fərəhlə də. Dedim ki, gəlin Gülnar xanımı təbrik edeyim, ofisin açılışını. Ona hətta, baxın, sertifikat da hazırlayıb gətirmişəm. Qoy ofisində yerləşdirsin. Güldaxanı qəsəbəsində fabrik paylaşdırma məntəqəsi açdığına görə təbrik edirik və təşəbbüsün və əzmin daha çox insanın gözəllik və uğur dünyasına qoşulmasına imkan yaradırıq. Mən buna əminəm də, yəni fabrik şirkətində, Güldaxanda həm də bir dənə də söz deyim sizə. Sona xanım bunun həmişə yanında olur. Bəli. Sifarişlərini həmişə Sona xanımın ofisində yerləşdirib. Sona xanım onun ofisinin sifarişlərini gətirib çatdırma edib. Gülnar xanım dəstək olur. Ona görə də mən ilk növbədə Sona xanımı da təbrik edirəm. Fürsətdən istifadə edib, o direktor rütbəsini fırnat verir.